Siyonizm. Bugün bu ideologiya Yahudilərin təhlükəsizliyi kimi təqdim edilir. Amma onun qurucuları əslində nə deyirdi? Bu ideya necə doğuldu və necə oldu ki, bir xalqın təhlükəsizliyi başqa bir xalqın haqlarının qəsdən məhv edilməsinə çevrildi? Hər şey Theodor Herzl adlı Avstriyalı jurnalistin 1896-cı ildə nəşr etdirdiyi Der Judenstaat, Yəhudi dövləti kitabı ilə başladı. Herzl açıq şəkildə deyirdi: "Bizim özümüzə bir torpaq lazımdır. Bu torpaq bizim olmalıdır, orada yaşayanların razılığı olmadan." Bir il sonra İsveçrənin Bazel şəhərində 1-ci Siyonist Konqresini təşkil etdi. O gündəliyində yazırdı: "Bazeldə Yəhudi dövlətini qurdum. Bugün bunu gülüşlə qarşılaya bilərlər. Amma 5-50 il ərzində hər kəs bunu görəcək." Lakin Herzl bilirdi ki, tək başına bunu edə bilməz. Böyük imperiyaların siyasi dəstəyi lazım idi. Bu dəstək 1917-ci ildə Britaniyanın xarici naziri Lord Arthur Balfour tərəfindən verildi. Balfour deklarasiyası ilə Britaniya Fələstində Yəhudilərə milli ev vəd etdi. Diqqət edin, o vaxt Fələstin əhalisinin 90%-dən çoxu ərəb idi. Britaniya onların fikrini belə sormadı. Bu müstəmləkəçiliyin ən klassik nümunəsi idi. Başqasının torpağında o torpağın sahiblərinin iradəsi xaricində bir layihə qurmaq. Siyonist liderlər, xüsusilə David Ben-Gurion və Chaim Weizmann bu fürsətdən istifadə edərək iki cəbhədə işə başladılar. Bir tərəfdən Fələstinə kütləvi Yəhudi köçünü təşkil etdilər, digər tərəfdən isə Britaniya və daha sonra ABŞ ilə möhkəm siyasi əlaqələr qurdular. Onlar bilirdilər ki, dövlət qurmaq üçün təkcə silah yox, həm də beynəlxalq legitimlik lazımdır. 1948-ci ildə İsrail dövləti elan edildi. Bu elanın arxasında duran ən böyük güc isə artıq ABŞ idi. Sovet İttifaqı da ilk mərhələdə dəstək verdi. Beləliklə, Siyonist layihə Qərb və Şərq arasında məharətlə tarazlıq quraraq beynəlxalq arevada tanınmağı bacardı. Həmin il ərzində 100 minlərlə Fələstinli öz evlərini tərk etməyə məcbur edildi. Bu hadisə Fələstinlilər üçün Nakba, fəlakət adını daşıyır. Siyonizm 1948-ci ildə bitmədi. Əslində bundan sonra daha da gücləndi. ABŞ Konqresindəki güclü lobbi fəaliyyəti, hərbi yardım paketləri və siyasi dəstək sayəsində İsrail regionda ən güclü hərbi gücə çevrildi. 1967-ci ildəki 6 günlük müharibə ilə Qərbi Şəriyanı, Qəzzanı, Qolan təpələrini və Şərqi Qüdsü işğal etdi. BMT Təhlükəsizlik Şurasının 242 nömrəli qətnaməsi işğal olunmuş torpaqlardan dərhal çıxmağı tələb edirdi. Lakin ABŞ-ın veto hüququ sayəsində bu qətnamə kağız üzərində qaldı. Bugün də qanunsuz məskunlaşmalar beynəlxalq hüququ açıq şəkildə tapdalayır. Hər il minlərlə yeni məskunlaşma evi tikilir, Fələstinlilər öz torpaqlarından sıxışdırılır. Bütün bunlar ABŞ-dan gələn illik 3,8 milyard dollar hərbi yardımla mümkün olur. Siyonist strategiya sadədir. Vaxt qazanmaq, faktiki vəziyyəti dəyişdirmək və beynəlxalq ictimaiyyəti özünü müdafiə ritorikası ilə sakitləşdirmək. Siyonizm heç vaxt sadəcə bir təhlükəsizlik layihəsi olmayıb. O, realist siyasət, müstəmləkəçilik yanaşma və güc balansı üzərində qurulmuş bir ideologiyadır. Theodor Herzlin 1897-ci ildə Bazeldə qurduğu bu layihə bir əsr ərzində diplomatik manevrlər, strateji ittifaqlar və beynəlxalq dəstək sayəsində həyata keçirildi.